Aleykümselam və rəhmətullah. Qardaş soruşur ki, bəziləri deyirlər ki, Azərbaycanda xavarici yoxdur. Onların bu şübhəsinə necə cavab vermək olar? Və deyirlər ki, onlar orta yolu tutub gedənlərdə onlara xavaric deyilir. Əgər kimlər ki, deyirsə Azərbaycanda xavarici yoxdur, ya onlar cahildir, ya da ki, onlar özləri xavaricdir. Yəni, bu iki şeydən birinə düşür olar. Aydındır. Ya xavariclər, ya da cahillər, bilmirlər xavaric nə deməkdir. Hüsnü zənnən bəzilərinə deyir cahildir, amma ümumiyyətlə o deyənlər özləri də xavaricdir, sadə gizlədirlər. İstəmirlər ki, onlar o adı qoysun. Qaldı ki, onlar bəzi sifətləri gətirirlər ki, xavariclər Ali ibn Əbi Talibi təkfir eləyirdi, həmçinin böyük günah sahibini təkfir eləyirdi. Əslində, bugünkü xavariclərlə böyük günah sahibini təkfir eləyirlər. Özüm şəxsən neçəsi ilə söhbət eləmişəm, təkfir eləyiblər böyük günah sahibini. Bir. İkincisi, onlar demək ki, Ali ibn Əbi Talibi təkfir eləyirdi. O vaxt rəhbər Ali ibn Əbi Talib idi. Onlar da Ali ibn Əbi Talibi təkfir edirlər. Bugünkü xavariclər də bugünkü rəhbərləri təkfir edirlər. Heç bir fərqi yoxdur. Aydındır. Ali ibn Əbi Talibə də ittiham atdılar ki, Allahın hökmü ilə hökm vermir. Bugünkü rəhbərlər də ittiham atırlar ki, Allahın hökmü ilə hökm eləmir. Beləcə təkfir edirlər. Hətta Allahın hökmü ilə hökm etməsələr belə, Əhlüsünnə vəl Cəmaə ittifaq eləyib ki, bunu nə qədər ki, halal görməsə, eyni görməsə, aydındır. Və s. bu kimi şeylər etməsə, sadəcə öz nəfsindən, şəhvətindən, qorxudan, dünya malına görə eləyirsə, Əhlüsünnə vəl Cəmaə ittifaq eləyib ki, burada söhbət kiçik küfrdən gedir. İcma eləyib Əhlüsünnə, yalnız Mu'təzilədən, xavaricdən başqa. Baxmayaraq Allah ayənin zahiri küfür sözü keçirsə, amma orada söhbət məna kiçik küfrdən gedir. Düzdür, ayələr, hədislər əsl odur ki, zahiri ilə götürülsün. Amma şərt deyil daima. Çünki məsələn, Allah Teala deyir ki, Ramazan barədə həmişə deyir ki, Allah Teala Quran-ı Kərimdə deyir ki, ağsap, qarasapdan seçilənə qədər yeyin için, düzdür? Məhər onda söhbət həqiqi ağsap, qarasapdan gedir. Onda elətsə elə orada da elə ağsap, qarasapı götürək, onda elə yeyəcək də, dan yeri söküləndən sonra da yeyəcək. Aydındır. Yəni, qaydalar var. Onlar qaydalar bilmirlər, bir şey eləmirlər, usul bilmirlər. Ona görə də bədbax olub xəstələnirlər. Və sonra da deyirlər ki, xavarici yoxdur.